Salam əziz və hörmətli dostlar, bizim sayğımızı, hörmətimizi və salam sağlığımızı qəbul edin. Umarım ki, hər şey yaxşı olsun, istədiyiniz kimi olsun. Biz Oğuz bəy Türk cənabları ilə 2 ay öncə təqribən bir 10-15 proqram Düşünüş adında apardı bərabər və mənim sağlığımdan dolayı təəssüflə o proqramlar naqis qaldı və eləyə bilmədik, davam edək. Bu proqramlarda bir çoxlu məsələləri bərabər biz danışmışdıq. Oğuz bəy təşrif gətirdi. Mən bir daha çağırım Oğuz bəyi. Oğuz bəy, sizi mən elə bir çağırmışam, tamam, siz mənə göndərdiniz. Tamam. Biz bu 10-15 cələsədə ki, düşünüşü aparmışdıq Oğuz bəy Türk cənabları ilə. Bir çox məsələləri dərin danışmağa çalışdıq. Amma təbii ki, iki insanın, iki düşünürün baxışı ola bilər çox sahələri görməsin, ya çox vaxt yetişməsin, ya hər halda bu, yəni çoxlu şeydən dolayı bir dənə məsələnin yüzlər tərəfi ola bilər. Biz o yüzlər tərəflərdən üstü bir-iki tərəfini danışmışıq, o birisilər qalıblar. Bunu toplumu olaraq, millət olaraq əl-ələ verib danışmağımız gərəkir ki, eləyə bilək buradan bir daimi çıxış yol görək. Çünki dostlar, bilirsiniz, bəzi məsələlər toplumda, xüsusən xəbər məsələsi geçicidir, heç köhnədir. Salam aleyküm Oğuz bəy, xoş gördük. O silindi, getdi, təzəşdən başlamalıyıq. Necəsiz? Xoş gördük. Sağ olun, təşəkkür. Buyurun. Bir daha salamlar, saygılar sizə və izləyicilərimizə və hər kəsə ki, sonra izləyəcəkdir. Buyurun, bir günün konusunu danışaq. Zamanımız 1 saat, 1 saat yarım maksimum olur. Tamam, tamam. Ərz edim ki, mən bunu deyirdim indi ki, bizim bu düşünüş proqramında biz çoxlu geniş məsələləri danışdıq 2 ay öncə təqribən. Amma o geniş məsələlər o qədər genişdir ki, 2 nəfərin zehnində mümkündür ki, onlar çox-çox yarımçılıq qalmış olar. Dostlar, toplum əl-ələ verməlidir və bunu düşünürlərimiz çox danışmalı, tartışmalıdırlar ki, açılsın, yol göstərir. Çünki biz xəbərə mütəəssifanə çox şey olmuşuq. Zehnimiz xəbərçi zehni olubdur. Xəbəri oturub araşdırmaq və bilirik ki, hər xəbərində bir zamanı var. O zaman içində köhnəlir, gedir, bəzisi 1-2 saat çəkir, bəzisi 10 gün, 5 gün çəkir. Amma düşüncə məsələləri yüzlər il, bəlkə minlər ildir toplumlarda danışılır və hələ də yerindədir. Bu günləri cənabınızla mən istirdik ki, xoşbəxtlik nədir? Bu xoşbəxtliyi bir danışaq ki, xoşbəxtlik anlamı nədir? Nə cür insanlar, ya acaba məsələn bir insan, məsələn mən özüm təhlikdə xoşbəxt olmalıyam, yoxsa ailə ilə xoşbəxt oluram, yoxsa bir millət olaraq, bir toplum olaraq xoşbəxt oluruq. Xoşbəxtliyimiz bir torpağa bağlıdır, ya hər yerə getsək o xoşbəxtliyi özümüzlə aparırıq, ya gedirik orada tapırıq. Yəni bir yerdə xoşbəxtlik hiss eləmirik, amma gedirik bir yerdə tapırıq. Bunu danışacağıq bu gündən. Çox geniş bir bərnamə olacaqdır. Umarım ki, sevməli olsun, dostlarımız da buna danışsınlar. Buyurun, sizin düşüncəniz nədir xoşbəxtliyə görə? Çox sağ olun. Yəni, birinci bu ki, biz bunun türkçəsini bilməliyik. Türkçəsini bilməsək, onda onu biz bilmirik. Bu bizim birinci kuralımızdır fəlsəfi danışıqlarda. Əgər bir şeyin türkçəsi yoxsa, o yoxdur bizə. Elə bir ki, qaranlıqda bir şey arayırsınız. İşıq yoxsa, renk də yoxdur, heç bir şey yoxdur. Bizim də işığımız türkçədir. Türk kimin düşünməkdir, türk dilidir, türk dilinin qavramlarıdır, anlamlarıdır ki, bizdə gəlişibdir. Biz gedib başqa millətin
sözü ilə oraya girə bilmərik. Çünki o da değişik gəlir. O da ayrı yerdə gəlir. Məsələn, biz Ərəbistan çöllərinin orada gəlişmiş kültürünün saadət kəlməsinin biz bir yerə yetişə bilmərik. Necə ki, yetişə bilməmişik. Necə ki, hac-vac qalmışıq belə sərgərdan Azərbaycanda. Çünki bunun ərəbcəsi nə olur? Saadət. Saadət nə demək? Ərəbcədən baxırıq. Ərəbistan çöllərindən baxanda bir kəlmə var, adı səəddir. Bir kəlmə də var, adı nəhsidir. Bunu dünya ikili görürlər bunlar. Səəd və nəhs. Məsud və mənhus. Səadət və nəhusət. Hər nə. Bəs kötülüklər nəhsidir. O şey ki, bizə zərər gətirə bilər, kötülük ola bilər. O şey ki, yaxşı deyil bizə, o nəhsidir. O şey ki, bizə yaxşıdır, mənfəət ola bilər və bizi xoş eləyə bilər, yaxşı hissi verə bilər bizə, o da səədidir. Eydi Səid-i Bastani, Səid. Səid də ad var, yəni xoş. Səid əslində yəni xoşbəxt. İndi xoşbəxt nə demək ki, vətərdən girmiş Azərbaycan dilinə? Xoş ki, bilirsiniz, çox əski bir kəlmədir. İyi və yaxşı yerinə işlənirlər. Bəxt isə, çünki bu iki kəlmədir. Demək ki, mənim də ağlıma gəlsə bu danışıq arasında, çünki 10 dəqiqə, 15 dəqiqə öncə gələcəm, bilmirdik nə danışacaq. İndi ki, bilirik nə danışacaq, mən bunun farsçasını bilmirəm. Bu mutlu, o türkçəyə gələcək, mutluluq kəlməsinin farsçasını bilmirəm. Çünki xoş, çox eski farsça kəlmədir, həmən yaxşı və bəxt də ki, yenə də farsça deyil, ərəbcədir. Və onun kökəni də çox bəlli olmayan bir kəlmədir. İndi xoşla bəxt, yəni bir şeyin bəxti, yəni həmən demək ki, bəxt bir şeydir ki, yazılıb bir yerdə. Demək bir şeydir ki, sizin kontrolunuzdan xaricdir. Bəxt. Və bunun xoş olması, o şey ki, sizin kontrolunuzdan xaricdir. Bunu başqası yazıb. Başqa bir güc yazıb, başqa yerdə yazılıb. Yəni Allah yazıb, nə bilim, Ahurabi yazıb, fərq edəməz. Yəni, səndən xaric birisi yazıb bunu. Onun xoş olması, onun sənə mənfəətli olması xoşbəxt. Siz burada indi bəxtidən danışırsınız, ya vəxtidən danışırsınız. Vəxt ərəbdən gəlmədi, bəxt hardan gəlmədi? Ərz eləyirəm, vəxtdən danışmadıq əslində. Vəxti biz danışmırıq. Biz xoşbəxtidir bu. Buyur. Bəxt sözü, yəni sizin alnınızın yazısı, türkçədə alın yazısı olur. Yəni demək ki, bu bir şeydir ki, alın yazısını adam özü yazmaz ki, bilirsiniz. Adam öz alnını yaza bilməz, çünki o uşaq öz alnını yaza bilməz. Onun o kültürə görə insanın müqəddəratı özünün əlində deyil, özünün hər bir şey öncədən yazılıbdır və burada bir bəxt deyə bir şey var. Mənim bəxtim qaradır, mənim bəxtim belədir, mənim bəxtim elədir. Mənim şansım var, o da fransızcadan gəlmiş. Şansım yoxdur. Mən şanslı adamam, şanssız adamam. Həmən bəxt sözünün fransızcasıdır. Fərq eləməz. Xoş şans, xoş bəxt. Bunun farsçasını mütləq mən, siz mənim bahis olduğunuz üçün mən bunun farsçasına baxam görəm, farsçası nədir? Çünki xoş bəxt farsça deyil, açıqca. Yəni sonradan bir-birinə qondarılmış bir kəlmədir. İki kəlmədir. Halbuki, indi bəs saadəti bildik. Səid və nəhs o şey ki, yaxşıdır. Hər halda insana o şey ki, yararı var. Saadət getirir. Bizdə dişlənir saadət. İttifaqən Azərbaycanda, bizim ədəbiyyatımızda və Quzey Azərbaycanda da, Güney Azərbaycanda da saadət kəlməsi xoşbəxtlikdən çox işlənir. Mesela bir şehir diyeyim ki hamı onu bilir. Senin güzelliğin ey gül mesela büyük bir saadettir. Ben bir şey diyeyim böyle. Ya büyük bir melahat yok. Büyük bir melahattir. Ne güzel melahattir. Senin senin ne bileyim sevmek falan ne büyük bir saadettir. Yani böyle o yadıma düştü sonra da yadımdan çıktı. Mesela budur ki orada o saadet kelimesi işlenir. Yani yadıma düşdüyüm şey deyirəm, önəmli deyil. Önəmli budur ki, saadət kəlməsi bizdə çox işlənilir. Amma xoşbəxtlik də yavaş-yavaş işlənir. Bizə Güney Azərbaycana və genəldə Böyük Azərbaycana, Qafqazlara və Azərbaycana ən böyük yəni kültürel olaraq işgal eləyən, həmlə eləyən, təcavüz eləyən ərəb kültürü və fars kültürü olmuş. Və quzeydə də biraz yaxınlara tarixdə gələndə Rus kültürü olmuş. Ona görə
biz görürsünüz bu sözləri belə işlədirik. Məfhumu, anlamı anlayırıq, bilirik nə demək istəyirik, amma deyəndə farsçasını deyirik, xoşbəxt. Deyəndə ərəbcəsini deyirik, saadət. Filan kəs, inşallah məsud olasınız. Bu da məsələ Osmanlıda çox işlənilirdir. Məsud-u bərxurdar olasınız. Bərxurdarın da r-in salardılar, bərhudar. O r orada düşür. Bərhudar olasınız. Osmanlıda yazır. Məsud-u bərhudar olasınız. Yəni bərxurdar. Bunlar hamısı, bəlkə də farsçası bərxurdardır. Bilmirəm. Onu mən sonra baxarım ki, bu anlamın farsçası nədir? Bütün şey göstərir ki, fəlsəfi baxış bu hissə. Göstərir ki, insanın yararına bir şey olanda o özünü daha rahat hiss eləyir. Və şeylər, o ittifaqlar, onun ətrafındakı olan mühit və ittifaqlar onun nefinədir. Onda özünü xoşbəxt hiss eləyir. Onda özünü mutlu hiss eləyir. Əgər ətrafındakı mühit ona müvafiq olmasa, o ətrafında olan ittifaqlar ona müvafiq olmasa, özünü bədbəxt hiss eləyir, mutsuz hiss eləyir. Çünki bizdəki kələmə mutdur, çox əski türk sözü. Mutlu, mutsuz. Ona görə, mənə görə Azərbaycanlılar məfhumları, bu anlamları işlədəndə bunu türkçəsini işlətməlidir. Bir. Ki, bizə bir anlamı olsun bunun. Yəni, bizdə öz olsun, orijinal bizim özümüzdə. Yoxsa elə mecburuq gedək ayrı yerdən görürəm, səd nə demək? Məsələn, filan kəsə tale-i sədidir. Eşidibsiniz bunlarda, siz ədəbiyyat oxumuşsunuz, siz ərəb ədəbiyyatını bilirsiniz, mən bir şey deyəndə siz və yoldaşlar da, onlar da ki, biraz bilirlər, biraz qapıyı açıb görüblər ki, tale-i səd nə demək? Məsələn, bətərdən fars ədəbiyyatında işlənilir. Tale-i səd. Tale nə demək? Həmən yəni bəxt. Həmən xoşbəxt gəlməsi. Demək ki, ulduzlarda bütün əvrəndə bir sistem var. Ulduzları ona görə deyirəm. Çünki astrolojide zaten istifadə olunur. Tale-i səd nə demək? Yəni ulduzlarda bir sistem olub siz doğulanda və ya sizin mühitdə hər şey sizə müsaitdir və elə həmən müsait elə bu səd kəlməsindəndir. Yəni hər şey sizə müvafiqdir. Mən başlanğıç olaraq sizi yormayayım, mütəkəllimi vəhdə olmayayım. Başlanğıç olaraq böyle başladım. Bunun etimolojisini, hər şeyimizi biz anlamın, kökənini bilməsək, kökənini danışmasaq, biraz oranı yırtmasaq, boşdur. Çünki biz bir yerdə, bir qaranlıqda o yana dönürük ki, biz bilmirik nədən danışıq. Xoşbəxt. Ərzəmdə bəxti gördünüz dedik, səadəti dedik, tale-i səadi dedik. Demək ki, insan elə inanıb geçən öz tarixində, öz kültüründə, gəlişmiş kültüründə ki, mənim gedişatım, bu günlük mənim işlərim və bunlar mənim əlimdə deyil bitirdim. Mən yaxşı pisliyin demirəm, amma belə hiss eləyibdir. Və onlar mənə müvafiq olanda, məsələn, mən istəyirəm atına bir yerdən bir yerə gedəm. Əgər o gün yağış yağmasa, gözəl hava olsa, nə çox isti olsa, nə çox sərin olsa, nə çox soyuq olsa və mən də qəşəhdə geçsəm, at da məni yaxçı yetirsə oraya və mən də yaxçı oxuya belə xışqa çala geçsəm, bu mənə görə səd bir şeydir, yaxçı bir şeydir. Amma gedəndə bir yıldırım da şaxa, atın ayağı da qırıla, daşa qırıla, düşə yerə. Demək ki, burada bir nəhs bir şey var. Demək ki, bu ittifaqlar, bu mühit mənə müvafiq deyil. Demək ki, bu öncədən yazılı baxın mənim getməyim buradan oraya. O anlamın yazısı, o tali. O gün getməməliydim. Demək bir kitab ağzı açmalıyam, Səfər bəy. Bir fal açmalıyam, bir Quran ağzı açmalıyam, bir şey atmalıyam, bir remlü, ne bileyim bir şey atmalıyam. Görəm mənim taleyim nedir? Ki mən o gün səfərə çıxmayayım. Və bizim bütün tariximiz bu şeylərlə mesmum olunmuş və xəstələnmiş ki, öncədən bir şeylər yazılıb və bizim əsla iradəmizdə, heç bir şeyimizdə deyil və biz gedib baxmalıyıq ki, mesela büyük bizim sultanlarımız, bizim büyük ordularımız, bizim büyük başarılarımız və yenilgilərimiz bu xəstəliyin üzərinə olmuşdur. Ki, gedib görək ki, taleyimiz sədidir, filan savaşa çıxaq ya, filan yerə gedək ya, filan molla, filan qulağı tüylü ki, əslən, yəni, bu cibində nə var, o cibində nə yoxdur, evinin, yəni, duvarın o tərəfini heç bilmir, heç kəs də bilə bilməz, yəni. O sizə deyəcək ki, filan ayda savaşa çıxın, cənab-ı sultanım, bunlar da çıxsınlar savaşa və savaşda yenilsinlər və ya qazansınlar.
Bu hem Qacar sultanlarında, hem Səfəvi sultanlarında, hem Osmanlı sultanlarında hamısında görünüp bütün tarix nigarələrimizdə xoşbəxtlik və bədbəxtlik, yəni tale-i səad və tale-i nəs vardır və maalesef bizi çok kötü bir duruma getirip salıptır. Bu anlama gelmez ki başka milletler de vücut eləmir. Başka milletler de vücut düşünüblər. Ama onlar bundan arınıblar. Biz, mən İtaliyaya kəlam elədim. O da budur ki, fikir eləməyəsiniz bu fəqət İslamdan gəlmiş bizə və ərəblərdən gəlmiş xəstəliklərdəndir. Yox, bunlarla təlaqisi olmayan, bunlarla toqquşmayan millətlərdə də belədir. Mesela Moğol milləti, Moğol Türk imparatorluqlarında və səfər yəni savaşlarında da biz bunları görürük. Tarix nigarələrində var ki, mesela filan Cuci xan, ne bilim, Tuli xan, ne bilim, Qazan xan çağırdı rammalları, gəlin görək ki, mesela biz gələn ay filan yerə gedə qalmağa ya yox. Onlar dedilər, yox gələn ay, yox o bir ay. Halbuki bəlkə gələn ay geçsəydilər daha rahat olardı. Daha qafil görələrdilər düşmanı. Bəlkə o bir ayı o düşman o rammallara pul verib ki, deyək ki, bunları decinən 2 ay biz zamana hazırlanaq. Bildiniz mi ne dedim? Yani böyle bir insanda xurafəgərlik, xoşbəxt hiss eləməklik, bədbəxt hiss eləməklik var. Ancaq biz buradan bunun kökənini, kələməsini, biraz da tarixçəsinə baxdıq. Siz buyurun, sizdən də eşidək və öyrənək. Ondan sonra ikinci danışığımda insan necə özünü xoşbəxt hiss eləyib bu, özünün öz çevrəsində. O öyle böyük bir fəlsəfi şey də yox. Məsələn, mən xoşbəxtəm ya bədbəxtəm, mən özümü xoşbəxt hiss eləyirəm. Məsələn, filan şey olsa xoşbəxt olam. Və ya hətta milli səviyyədə. Milli xoşbəxtlik nədir? Şəxsi xoşbəxtlik nədir? Onları da bir toxunarıq. Buyurun. Çok sağ olun, teşekkür ederim. Hər halda bilirsiniz, mənə belə gəlir ki, o sizin fərmayışınız doğrudur. Buyurdunuz ki, hər bir şeyin ki, bir düşüncə ola ya bir alət ola, əbzar ola, vəsilə ola, onun türkçəsi yoxsa bizə yoxdur demək. Amma bunu da bilirik ki, bir ayrı kültürlərdən daimən alver var. Yəni biz bəzi kültürlərə veririk bəzi bir şeyləri, bəzi kültürlərdən alırıq. Bu bir alverdir toplumsal və daimən olur. Məsələn, bəzi şeylərdə zaman içində unudulur. Yəni, xüsusən, məsələn, mutlu kəlməsi indi anlamı əslən, çoxlu kəlmələr var ki, indi unutulubdur bizdə. Demirəm ki, tamam türklük daha yox. Amma Güney Azərbaycanda və İranda yaşayan türklərdə bu unutulubdur. Hətta deyə bilirəm, bəlkə Quzey Azərbaycanda da unutulmuş kimi görünür. Osmanlı dövrəsinin mən kitablarına baxıram. Onlarda da təqribən yox, işlədilmir. Yəni, bu demək olar ki, bu düşüncə bir ayrı düşüncəsinin kölgəsində qaldıqdan dolayı unutulubdur, yaddan çıxıb gedibdir. Yaddaşımızda yoxdur. Onun anlamı haza bir biganə sözü kimi bizə gəlir. Mənim özümə şəxsən. Yəni, məsələn, mən mutlunu işlətməyə başlamışam. Mutlu, kutlu. Amma bəzən qatıram ki, harda kutlu olur, harda mutlu olur. Kutlu olur, kutlu olur. Yəni, niyə? Çünki bu, biz bununla yaşadığım bir şey olmuyor. Bundan 5 nəsl heç olmasa, hələ 5 nəsl bu Rıza Şahdan bu üzə deyirəm mən. 5 nəsl bunu yaşamayıb. İndi ondan qabaq da yaşayıblar, yaşamayıblar. Gene də bunu bilmirəm. Amma mənim nəzərimə gəlir ki, yaşasaydılar bu fərhəng kültürdə qalar. Onun üçün biz ayrı kültürlərdən alırıq və ayrı kültürlərə veririk. İndi bəzi sözləri şansı dediniz, məsələn, siz çox gözəl Fransa'dan almışıq. Bəzisini İtalyadan almışıq, bəzisini Rumdan almışıq. Xüsusən fəlsəfi sözlərin bir çoxu Yunandan almışıq, məsələn. Evet. Onu hətta mən əgər yadıma gəlsə, fəlsəfə okurdum bir zaman bir ustadına. Məsələn, əgər yadıma gəlsə, indi onun kitabı adı da, özünün adı da yadımdan çıxdı. Elə bu cür deyəndə yadımdan çıxdı, kitabı da yadımdan çıxdı. O fəlsəfəni və xüsusən məntiqi şeir eləyibdir. Molla Hadi Səbzvari. Molla Hadi Səbzvari əslən bəhsi fəlsəfiyə ki, girir, deyir, fəlsəfə niyə İslam müsəlmanların arasında inkişaf eləmədi? Bir illəti budur ki,
Dedilər ki, kafirlərin və köprülərin düşüncəsi və sözləri deyil. Onun üçün bunu deyir ki, falan o neydi bizim bir Təhavütül Fəlasifəni yazan adı neydi onun Oğuz bəy Təhavütül Fəlasifə o böyük molla yok ki fəlsəfəni pis elədi. Fəlsəfə şey deyirsiniz. Mevlana da yazdı ki payı çubin بود. Qəzzali deyirsiniz. İmam Məhəmməd Qəzzali. İmam Məhəmməd Qəzzali deyir ki, tamam. Fəlakəti başlayanların lap başlarından birisi. İslam dünyasında fəlakəti başlayanlarından birisi düşüncə. Dərin düşüncəlidir. Yəni düşüncəyə cavab verməmək bu deyil ki, onu məhkum ediyor. Bir düşüncə qoyub ortaya, o düşüncəyə cavab verilməyibdi. Verilmədiyi üçün də qalıbdı. Molla Hadi Səbzəvari deyir ki, o deyibdi bəzi sözlər. Amma illət əsli budur ki, biz ayrı kültürdən gəldiyi üçün, onları kafir bildiyimiz üçün, kəlmələri də kafir bildiyimiz üçün ona yaxınlaşmamışıq, düşməmişik, anlaşmamışıq. Molla Hadi Səbzəvari bunları tərcümə edir. Birinci dəfə onları, mən bunu oxuduğum üçün deyirəm, yəni bunu bir böyük alimlə oxudum, Allah rəhmət eləsin. O deyir ki, bunları tərcümə eləmək, bunları İslam kültürünə münasib tərcümə eləməlidir. İnsanlar qorxmasınlar. Kafirin fikridir deyə, kafirin sözüdür deyə, kafirlərindir, kafirlərədir. Onu deyə, bunu atmasınlar. Bu böyük, dərin bir düşüncədir. Molla Hadi Səbzəvaridən sonra da fəlsəfə yavaş-yavaş başlayıb çoxalmağa. Filosoflar İslam dünyasında başlayıblar çoxalmağa. Hər halda, İslam bunu deyəm ki, bəzi kəlmələr biz ayrı bir yerdən alırıq, bəzi kəlmələr indi şərait olur da, yəni bəzən görürsünüz ki, bir şey onu bizə təhmil edir. Məsələn, İslam din olaraq gələndə biz onun kölgəsində qalırıq. Özümüzü aşağı hiss elədiyimiz üçün, onu yuxarı gördüyümüz üçün, onu alırıq ki, özümüzə bir hüviyyət verək. Ya, məsələn, bu günləri İngilisi niyə bu cür olubdur? Məsələn, bir 200 il bundan qabaq, 300 il bundan qabaq, Portugaliya, İspaniya bu cür idi. İndi isə görürük ki, İngilisi bu cürdür. Çünki teknoloji olaraq onlar qabaqdılar və rifah, səthi rifahları, pul, sərvətləri yuxarı olduğu üçün özümüzdən üstün gördüyümüz üçün özümüzü onlardan aşağı görürük. Onlardan aldığımızda özümüzü biraz üstün görürük. O biri adamlar ki bizdən almayıblar, özümüzü üstə çəkməyə çalışırıq. Bu kültürdə biz beləsi olur, alırıq. Məsələn, Farslardan niyə məsələn biz farslaşmışıq geçən xüsusən 100 ildə? Çünki orada bir güc var, orada bir sərvət var, orada bir iş imkanı var, orada pul almaq imkanı, orada bir xoşbəxt olmaq imkanı yaradılır. Sizin dilinizdə, sizin kültürünüzdə bu başına vurmaq, döyülmək, əzilmək yaranır. Bundan dolayı onu alırsınız, onu mənimsirsiniz, onu danışırsınız, onun dilini, onun düşüncəsini, onun yaşamın, onun tarixini, onun dediklərinin əslində yaşamağa çalışırsınız ki, o bədbəxtçılıqdan çıxasınız, biraz xoşbəxtin sərhədlərinə yetişəsiniz. Onun üçün bu insanlar alverə girirlər, məncə bu şeydir. Amma xoşbəxtlıq mənim üçün etimolojisindən çıxsaq yuxarıya ki, cənabınız bu haqda çox dərin gedirsiniz və mən çox da sevirəm bunları. Amma mən həm bir düşüncə görürəm, xoşbəxtlığın özünü bir düşüncə görürəm, həm bir yaşam görürəm, həm eyni halda duyğu görürəm. İndi mənə desəz, bu üç dana ki görürsən, bunların hangisi güclüdür səncə? Məncə, duyğusu, ehsas məsələsidir. Xoşbəxtlıq bir növ ehsasdır, bir növ o ehsası hətta yaşamaqdır. Məsələn, mən doğrusunu desəm, hər zaman bunu oxumuşdum fəlsəfədə, İslami fəlsəfədə xoşbəxtlıq məsələsi ciddi bir məsələdir, oxunur. Əgər səhv eləməsəm, Əbu Ali Sina bunun haqqında çox danışıbdır. Və tamam filosoflar əslində bunu danışıblar. Amma mən bunu hər zaman doğrudan düşündüm. Mən gördüm,
Mənim bir əmoğlum var. Bununla gedirlər, dədənənə kənddən gedirlər şəhərə. Şəhərdə dükana gedirlər da. Uşaq ağlayır. Hər nə verirlər, bu uşaq qəbul eləmir. Bakkal bir şey ötürüp oyunu gelsin girsin dükkana. Görək nə götürür, ağlamasın. Gedir bir tane mesela bir tane şokolad götürür. Ki hamısından ucuzdu gelir oturur orada ondan verir. Ben bunu öz nəvəmdə də gördüm. Nəvəmdə də gördüm ki uşaq çox bir şeylə ağladığı halda sevinir, gözündən sevincək yaşı gəlir falan. Ben xoşbəxtlığı belə hiss elədim ki, xoşbəxtlik bir hissi, bir rizayəti yaşamaq. İndi xoşbəxtlik özünün mənası nədir? Onu danışsaq, mən bunu rizayət görürəm. Bir vəziyyətdən, bir halətdə razı olmaq, ondan özümüzü yaxşı hiss eləmək, sevincili olmaq, rahatlamaq. Mən bunları xoşbəxtlik hiss edirəm. Yəni özüm məsələn birinci sevirəm, onunla görüşmək. Məsələn Cərabuzla ya bəzi dostlarla siz bilirsiniz mənim dostum çox azdır, çox azdır. Yəni bəlkə iki əlin barmaqlarından çox az dostum var mənim. Hətta deyə bilərəm bir əlin barmaqlarından çox az dostum var. Dost deyirəm. Yəni nəinki məsələn yoldaşıq, yolu gedirik bir zərdə sonra da ayrılacaq, hər kəsin öz yerinə gedəcək. Yox, dostluq. Bu dost kəlməsi Oğuz bəy, Qaradağda çox ciddi anlamı var. Qaradağda biz zəndayı deyə bizdə bir şey yox. Əmi, bizdə dayı dostu var, əmi dostu var. Bizdə bu dost kəlməsi çox əcibdir, çox dərin bir şeydir. Mənim də dostum çox azdır, çox. Yəni bəzən hətta düşünürəm ki, məsələn, bir əlimin barmaqlarından azdır. Düşünürəm, yəni bunu tapamıram, doğrudan tapa bilmirəm. Amma o dostu görəndə mənə bir sevinç verir, bir rahatlıq verir, hətta bir əmniyyət verir. Mən bu adamın yanında, bu sevdiğimin yanında özümü güvəndə görürəm, qorxmuram, qorxum olsa tökülür, rahatlıram. Başımı rahat qoyub yata bilirəm. İçimdəki bəzi sözləri atıb tökə bilirəm. Çılpaq ola bilirəm ruhum olaraq. Ruhumu çılpaq eləyə bilirəm. İçimi çılpaq eləyib dökə bilirəm. Amma əgər birinin yanında içimi çılpaq eləyə bilmirəmsə, aramızda bir fasilə var. Aramızda bir ayrılıq var. Mən xoşbəxtliyi dediğim kimi, həm duyğu görürəm, ehsas, həm o duyğunu yaşamaq görürəm, bir də düşüncə səthində görürəm. Yəni, bəzən, məsələn, adam bir məsələni, ya bir kitabı oxur, bir dana bir məsələni düşünür, bir şeiri, bir ehsası istir yazar, düşünə, məqaləni. Bilmirəm sizə nə dirsiniz? İndi bu şəhvət məsələsi və həvəs məsələsi fars dilində çox pis məna olubdur. Türk dilində bu həyəcanın yuxarıya getməsi anlamına gəlir. İşlədiblər. Ərəb sözdür, doğru, amma işlətməsi bu cürdür. Yəni, həvəsə gəlirsiniz. Şəhvətə gəlirsiniz o yazını yazanda. Birdən görürsünüz ki, 5 saatdir, əsə bəzən bir gündür, yemək də yaddan çıxıbdır. İstəmirsiniz biri ilə danışasınız, gedəsiniz, gələsiniz, oturursunuz, biri gəlməsin, məncə bu xoşbəxtlik budur. Yəni o səadət ki, siz ərəbcədən dediniz, o ləhcə yaxşıdır onu. O düşüncə ki, o sizin beyninizdə sizi məşğul edir, aylar, illər, günlər, həftələr, saatlar, saniyələr, o sizi tutduğu zaman siz o xoşbəxtliyi hiss edirsiniz. Hər şeyi, o kədərləri, o qorxunu, o nigerançılığı, o narahatlığı, o dərdi, o çətinlikləri ki, yaşırsınız, onları əgər unuta bilirsiniz, o ləhzə xoşbəxtlik məncə olur. Yəni, mən bu üç səviyyədə dediyim kimi görürəm və
bu üç səviyyəni fikir edirəm ki, fərdi olaraq bunu yaşamaq. Əvvəl ən başda fərdi gərək bunu bireysel olaraq. Mən bunu yaşadığım zaman, indi bunun coğrafiyaya rəbti var, zamana vəqti var, ondan sonra şəraitə vəqti var, ya bağlı deyil, imkanata. Hamımız biz bunu imkanatla, maddi imkanlarına bağlırıq. Mənim evim olsa, maşınım olsa, nə bilim filanım olsa, bəhmanım olsa, yekə yerim olsa, musafirətə gedə bilsəm, xoşbəxtlikləri bunlara bağlırıq. Məncə onlar da geçici xoşbəxtlik hesab olamaq olar. Yəni, bəlkə də xoşbəxtlik odur, nə bilim. Yəni, sizin gözəl bir sözünüz vardı, mən bunu sizdən almışam. Dünya tüm qaranlıqdır. İçində bir nur, hərdən bir orada burada bir ışıq gəlirsə, o özü qənimətdir. Bəlkə elə yaşam da o cürdür. Yaşam özü başdan ayağa acılıqdır, dərddir, kədərdir. Bunun içində xoşbəxtlik ya səadət odur ki, bir yerdə bir şeyi tutasan, bir saniyə də olsa onu yaşayarsan. Əlbəttə bu aparır şeyə də, bu aparır o fars şey vardı, ki zaman, dəm, qənimət, şumar məsələsini mətrəh edir çox. İndi adı yadımdan çıxdı onun da. Xarəzmi şeyində bu təqvimi yazanlardan tapın. İndi adını siz məndən yaxşı gətirərsiniz xatirinizə. Şeiri də vardı. Çox da beytisi məşhurdur. Həyyamı deyirsin. Həyyam. Gözəl Ömər Xəyyam. Bəli, Ömər Xəyyamın məsələn Qurab giriftardır. Ömər Xəyyam gəlir, dəmna, qənimət, şumar falan. Yəni, yapışır o ləhzəni, saniyəni əlivə düşəndə o ləzzəti apar, ondan sonra dünya hissdir. Dünya onun üçün gələcəyi görmür. Heç vaxt getəcəklə demirəm işi var ya yox, amma gələcəyi görmür. İndini yapışanda da gələcək olmur. Onun üçün məsələn toplumda görürsünüz ki, hər şey indi, mənim olsun, mən yəni heç kəsdə görmür. Məsələn, İranda bunu indi yaşır. Mütəəssifانə istəxil istəməyəm, İranda insanlar bunu yaşırlar. Hamı məsələn o birisindən oğurluq eləsin, o birisinin malını götürsün, dövlətin malını götürsün. Hər şeyi də, yəni alır ki, mən xoşbəxt olum. Mənə nə ki, o birisilər fəqirdilər, çətinlikdə yaşırlar, ölümdədirlər, zindandadılar, həbsdə. Bunu əslində düşünmür, çünki o düşüncə girib bura ki, səadət mənim bu ləhzədə, gələn ləhzə mümkündür öləm. Qalibdir, bizə belə bir şey yer ediblər zehnimizə ki, bu ləhzədir, gələn ləhzə mümkündür öləm. Və hətta mən bir tane bir şey gördüm, bir video gördüm. Adam gedibdir, öz evin ota çəkibdir, Oğuz bəy. Öz evin yandırıb, soruşurlar ki, nədir oldu yandı? Deyir ki, özüm yandırdım. Niyə yandırdın? Deyir ki, istəmirəm oğullarıma və xanımıma məndən sonra qalsın. Yəni, adam bu qədər bəxt olubdur ki, bəzən mən Ələmi adında bir adam var idi bizim qədim məhəllədə, Oğuz bəy. O şey elirdi, çox kasıb adam idi, çox kasıb, 3-4 tane əhliyalı var idi, uşaqları çox belə. Evin o çıqqılı bir 35 metr, 40 metr evi vardı, onu vəqfə bağışladı ki, mən uşaqlarıma qalmasın. Görməli onlardan. Yox, uşaqların uşağı idilər, onlardan heç hesab çəkə bilməzdi. Çox sıxılı. Mənim onda məsələn 12-13 yaşım vardı, onların da onlarda 3-4 yaşı olardı. Amma o evi o qafa verdi ki, mən o dünyamı alacağam. Xeyrət həsənət, elədir ki, xeyrət həsənət uşaqlarına qalanda xeyrət həsənət olmur. Gələk hətmən bir molla, ya bir dövlət, ya bir ayrısı yesin. İstəyirəm deyəm ki, o düşüncə ki, dəmna, qənimət, şumar, o bizdə məna tapır. O bizdə özün başqa bir yollarla görsədir və mütəəssifanə bəzən nəslimizi, gələcəyimizi ona qurbanı edirik. Bu bir şey. Hər halda mən də uzun danışdım. Buyurun, sizdən eşidim. Siz için danışığınızın bir parçasını, ilk parçasını bizim ona ki bizim bir şeyin, bir kavramın, çünkü bunun üzerinde biz çok işlemişik. Türkçesi yoksa o bize yoktur.
Ona tənqiddən dediniz ki, bəzi şeyləri başqa kültürlərdən və dillərdən almışıq. Ona görə uzun oldu. Ona istinadən hörmətinizə ərz edeyim ki, almaq məsələsi deyil. Məsələ güc ilişkilərində özünüz də buna işarə elədiniz, aynı bəhsin sonunda. Xoşbəxtlik bəhsinə girmədən öncə sonunda elə dediniz, gördünüz ki, oraya yetişdiniz ki, əslində bu güc ilişkilərinin məsələsidir, almaq məsələsi deyil. Yəni, kültürlər bir-biri ilə alış-veriş elərlər bir-birinə yaxın olanda. Necə ki, mal alıb verərlər, qonşu millətlər, o bazardakı alış-veriş edirlər və dillər o zaman gəlişibdir. Sözləri də, kələmələri də alıb veriblər bir-birinə və öyrəniblər. Olsun, o əsla məsələdir. O çox normal bir şeydir. Doğada da öylədir, təbiətdə də öylədir. Ancaq o zaman ki, güc ilişkiləri ortaya girir, yəni gəlir qural geçilir, yəni gəlir qanun geçilir ki, bu şəhərdə mağaza isimləri, biznes iş isimləri, adları yalnız farsça olacaqdır və türkçə olmayacaqdır. Onu da gətirib görürsünüz ki, xiyabandan siz gedəndə bütün nə bilim moblu satır, biri nə bilim səndəl satır, öbürü nə bilim maşın satır, hamısı farsçadır adlar. Və ya başqa yerdə rusça, sən bunu qural eləyəndə. Ondan sonra o kələmə ki, gəlir, giriyor, bunqah kələməsi, başqah kələməsi, bunları üçün xoşbəxtlikdən danışmırıq biz, bunlardan danışırıq, bəlkə də bunları danışmalıyıq. Onda bir nəsl, iki nəsl, beş nəsl keçəndən sonra birisi də gəlir deyir ki, öyle deyil ki, fırışqah məsələsi elə biz alış-verişdir də. Elə o biri millətlərdən də alıb veririk də, o normaldır. Yox, bizim ağlımız var. Biz təşxis vermişik ki, hansı saxtadır, hansı saxta deyil. Bu gücümüz, ayrımı gücümüz olmaz. Biz düşünür deyilik. Biz de normal adamlar kimi deyirik da, öyle olur da. Millətlər bir-birinə söz verirlər, söz alırlar, qız verirlər, qız alırlar. Əlbəttə ki, alırlar. Hamısı da normaldır. Və gözəlliyi budur insan mədəniyyətinin. Ki, adam bir-birindən bir şey öyrənə, bir millət qomşuluqda öyrənmiş ki, suyu necə rahat çıxardarlar və təsviyə elərlər, öbürü millət də öyrənər, onu elər. Amma da suya ab deməz ki, axı, ona görə. Ona abiyarı deməz, ona su varmaq deyər. Ondan sonra 5 nəsil sonra gəlib deməz ki, abiyarıyı, ona görədir ki, elə normal insanlar verib almışlar. Yox, qardaş, bu o zaman olar ki, Türk dilində Rıza Pəhləvdən öncə yazılarımızda abiyarı kələməsi olsun. Ya fırışqa kələməsi olsun. Ona görədir ki, biz burada həssasıq bu məsələyə. Və bu fəlsəfi bir bəhsidir. Bu əslən milli bir bəhs, Azərbaycanla ilgili bir bəhs deyil. Bu güc ilişkiləri ilə ilgilidir. Bu antikolonyalizmlə ilgilidir. Yəni kolonyal düşman, kolonyal zıt. Bu fəlsəfə özü böyük bir fəlsəfədir antikolonyalizm. Ki onu təşxis verirsən ki, bu o normal iş deyil. Burada bir kələk vardır. Ki bu gəlir mesela xoşbəxt sözü Azərbaycanda o qədər işlənilmir. Ərz elədim, sadə çox işlənir. O da ərəb kültüründən gəlmədir. O da ərəbin, o ərəb çöllərindən gəlmə, ərəb kültüründən gəlişmə bir şeydir ki, ulduzlar, onları mən anlattım, nə demək taleyi, nə istəyir. Amma bizdə öyle değil. Bizdə mut və mut var, ya sən mutlusan, ya mutsuzsan. İndi mut nədir, o danışacaq. İndi dönək gələk bu bəhsə. Bəs elə də biz bir milletin düşünür olarak, bir milletin eğer böyle bir iddiamız varsa ki biz görebiliriz şeyleri. Çünkü bakır da öyle bakır, böyle durup bakır. Herkes bakır da. Ama görmek başka meseledir. Görmek budur ki Azerbaycan'da, Güney Azerbaycan'da ve Büyük Azerbaycan'da ve genelde Türk milletinde ve tarihi gelişmelerin neticesinde öbürü millətlər güc basmışlar. Bunun toprağın sən təcavüz altına geçsə, milletin savaşta, illa da savaşta, illa da çünkü biz materialistik baxırıq bu məsələyə. İlla da savaşta yeniləndən sonra sənin dilində gedər işgal altına, düşüncəndə, kültüründə, paltar geyişində, hər şeyin sən bitdin.
O da yavaş-yavaş olar. Hələ sonra da 5-6 nəsildən sonra bətərləri də dörərlər ki, iftixar edilər ki, iddia edilər ki, öyle değil, bu normal prosesdir bu. Normal proses değil işgal. Dilin işgalı normal proses değil. Bizdə amuzgar sözü yoxdur. Bizdə nümayişgah sözü yoxdur. Bizdə danışqa sözü yoxdur. Görürsə, o tərəfə də gedəndə The University. Yani, mesela bilim yurdu demir. Çünkü bilim yurdu, üniversitede. Danışgah, şey zaman düzelmiş bu. Fikirlerim zaferler zaman düzelmiş. Galiba. Ondan önce. Çünkü biz mecburuk bakalım. Bunun var bizde. Mektep var. Var yani ev. Fen yani becerik. Fenun yani becerikler. Eğer bir şeyin biz bu kuralı ki koymuşuz. Biz hayatımızı bu üzerine koymuşuz. Ben şahsım arz ediyorum. Demişik ki bir şeyin Türkçesi yoksa o yoktur. Bunun bir anlamı var. O anlama gelmez ki yoktur. Ama bilirik de o var. Gözümüzü yumanlar ki biz görmüyoruz, bes yok. Yok. Bunun içinde bir düşünce var ki bir şeyin Türkçesi yoksa o yoktur. Çünkü onu sen anlayabilmedin. Onu sen gelirsen başka adamın beyninden bakırsan o sana yoktur o. Sen borca gittin. Sen beynin borcu alınmış. Bitti. Orada. Şimdi dönem. Oğuz Bey burada bunu da artırım da size buyurun. O da iki türedi. Bir başlık işgaldan gelir. Siz bunu çok güzel dediniz. Ben de onu vurdum ki İspanya ve İtalya ve İngiliz dilini misal verdim. Ama bir de mesela felsefede görürük ki felsefe bizden zorla gelmiyor. Hadi yani, onu mutlak danışacak bir gün. Felsefe nedir? Ve felsefe ondan sonra mesela felsefe gelmez. Felsefe öyle değil ki Yunan'dan gelir, Japon. Felsefe insanın beyninin ürettiği bir meseledir. Bütün insanınkidir. Hiç millete ait değildir. Tabii. Ama o kelimeler hardan evvelde çıkır, o yayılır, o yayılması meseledir. Güc ilişkilerine şeydir. Teknolojik ihtiraat, iktisatlar hangi mərtəbədə olursa o gedər, o bisikletler. Yani dağıldıktan özünə aparar. Bizim bir ustadımız vardı, deyirdi ki, bizə, mən onun nəzərini qəbul edirəm. Sazman-ı Miləldə onun bir kitabı vardı. O kitabın heç olmasa bir 80 səfəsi İngilisiyə tərcümə eləmişlər. Elə kitabı Sazman-ı Miləldə bəhs olmuşdu. Onu özü də İngilisini çap eləmişdi, qoymuş kitabını ilə İngilisi. Orada bir şey dil və yazı eyni matah kimi commodity matah deyirik da biz, yəni vəsilə, əbzar. Ürün. Bir eyni bir hər ürünə tay bir üründür və o ürün sizin yani matahlar ya ürünler için, fiziki ürünler. Bir ki dəqiqən onlar özü hem dildiler hem düşüncediler. O sen eğitimdir gedir öbürü. Deyildi ki, o güzel misal buydu. Deyildi ki, bir tane bir təhqiq eləmişdi. Tehranda əvvəl sinemalar gələndə bilirsiniz, sinema var idi şah zamanı. Bu adam özü məsələn 1342'də durur gedir sinemaya, orada 20-100 adamdan soruşurlar. Japon filmi vardı. O zaman gəlibdi. Bilirsiniz o samurai filmlər zatlar olurdu. Onlar gəlirdilər. Gedir orada adamlardan soruşur ki, bu filmdən çıxmısınız. Bu filmdə adamın adı nə idi? Bacısı kim idi? Qardaşı kim idi? Orada deyir də artist və xain. Yadınıza gəlsə bilmirəm. Baş oynayan və onun qarşısında olan. Bunlar hangisiydi? Adamlar tanımırdılar. Ama eyni təhqiqi bir dana serial verdiler İran Irak'ta başında. Talha-i Durezxanə elə bir adı Oşinə məruf idi. Orada eyni təhqiqi aparır Tehran şəhərində elir. Galip budur ki, təhqiqdə görür ki, insanların bir çox 54 dana Japonlu adı bilirlər və onların bir-birindən irtibatlarını da bilirlər. Deyir ki, nədir oldu? Biz məsələn bir 20 ilin, 30 ilin içində adamları tanımırdıq. Deyirik, dədənənələri bunları necə tanır? Nədir oldu? O yere yetişdik ki, 50-60 deyir. Çünki biz bunların radyoların, televizyonların falanların ki aldıq. Oradan biz bunların özlərini də aldıq, düşüncələrini də aldıq. Necə ki, məsələn, bizə deyəndə Alman cinsi deyirik ki, bu da adı cinsidir. Alman adı gələndə bunu algılayıb yoxdur.
Falan yercə Çin gələndə almacıyla bu İranlı gələndə əslən almacıyla etiqabıl etmiş. O düşüncədən bunu deyəm ki, Oğuz bəy, bu bəzi kəlmələr şeylə, yəni düşüncələr, bəzi məhkumlar, qavramlar maddi matahlarla, maddi ürünlərlə dolaşır insanların arasında. Bizə görə, siz dediniz ki, sizin de tanıdığınız öyle düşünür. Bize göre, biraz önce dedim, buna bəziləri bunu kullanıp şey edə bilər, çünkü İran'da materializm kelimesi Yaman Yavuz kimin bir şeydir. Herkes materyalistdir. Biz bu meseleye materyalisti bakırıq. Materyalisti bakmak ne demek? Yani düşünürük ki, düşünce bile maddi bir şeydir. Kelime bile maddi bir şeydir. Yani o bir üründür. Sen o sizin dediğinizin şeyinde, o yoldaşın adamın tayidinde ki o bir ürün, bir mehsuldur o kelime. O bir mehsula yapışar gider oraya. Mesela bu bisiklet, doçarıqa geldi bizim bölgeye. Bizim bölgenin ürünü değil. O madde, o ürün iki tane tayardı ya bir tane tayarıydı ya böyle eləyirsən gedirsən. O ürün, yani məhsul, o özüne adsız değil ki. Mesela onu üreten, onu istihsal eləyən, yapan deyək ki, mən bunu tapdım, gəl, verirəm sizə. Veya siz de ona bakıp öğrenirsiniz, getirip ad koyasınız ona özünüze. O ad koyanda bir şey, ad koyanda büyük bir inqilab olur beyinde. Doğrudur. Adı yoktu, ona göre biz çok değer veririk Türkçe adlara. Ondan sonra gelir, biz Türklere Türkiye dil egemenliğinden girmir bisiklet sözü, doçarka sözü. Fars dil egemenliğinden girir. O hardan bilərik? Kələməyə baxmalıyıq. Baxmalıyıq. Ayağı var, neçə gözü var, neçə qaşı var. Baxın ki, bu bir düdür, yani iki. Bir dənə çərx idi, yani böyle çərx dolanır. Bir dənə də ödür, yani doçarka. Ondan sonra doçarka. Bu doçarka o kadar işlənir. 5 nəsildən sonra biri de tapılır diye ki, aha bu bir normal alışveriş. Almışık, bu milletten bunu almışık. Onlar da bizden onu almışlar. Asla öyle değil. Aslında o tərcümədir da, şey değil ki. Tercümedir. Biz meselelere değişik bakırız. Değişik bakıştan bakırız. Öyle rahat üstünden mal alıp geçmek ki bu tercümedir falan değil. Mesele burada dil egemenliği var. O doğru ama mesela traktör. Traktörün şey de tatlıydı. Yani muadil de tatlıydı. Ergelenmez. Hele siz o tercih, o satkın adam için pul alıp yemek yirdi o. Havadan güneşlenmir ki. Fotosentez eləmir. O tür onu tercüme eləyir. O da o güc ilişkilerine şamildir. Tehlikelilerimiz bilenlerimizdir. Veya o bizim o elittir ki satılmış elitlerimizdir. Azerbaycan'ı felakete, Güney Azerbaycan'ı ve Azerbaycan'ı felakete sürükleyenler. Azerbaycan indi yokluk gıntasında. Güney Azerbaycan. Oraya sürükleyenler o meştep bakkal değil, meşteli əhle değil, ne bileyim o filan kətdə mal otaran değil, filan penir satan değil. O sözde onun bilgini, onun aydınıdır ki, getmiş Avrupa'da Aryanizmi öğrenmiş, Azerbaycan'dan getmiş, Maraqadan getmiş, Təbrizdən getmiş. Orada demiş, bəs ki bu saadet budur. Gelip bu onu yaratmış ve bütün bu İranizmin, İrançılığın, İran şehrinin hamısının yaradanları herkes tapılsa ki ben bir tane Fars tapmışam, bir tane Lord, Fars kimdir? Lord'dan ne bileyim Şəhrireydən, İsfahandan, Şirazdan birisini gedib tapaq ki o uşaqlıqdan Farsça danışıyor, ata-anaları Fars. Ki bu Aryanizm düşüncesinin, bu ki öbürü dillerin dili xəfələnməlidir, onun dilini boğazından çıxartmalısan. Bu şeyindən, boynundan. Öbürü de deyir ki, gərək Türk uşaqlarına aparaq verək, bu Fars ev ailələrində böyüsün ki, adam olsunlar. Öbürü de bəsəndəci Farsı gətirir. Deyir ki, uşaqları məhdudəşdə də qoymam. Uşaqların evinə girməliyik ki, o nənəsi ondan Türkçe danışmasın. Bunlar hamısının bu məhcurələrin, bu düşünün, hamısı Azərbaycanın və Türklərin aydınlarından çıxmış.
Ona görə mənə o tərcümə sözü deyəndə mən bu cür oluram ki, düşünürəm, tərcümə edən kimdir? Oğuz bəy, aydın sözün işlədəndə məncə Bəs müsaade edin mənim o doçarxadan sözümü deyim. Çünki oradan siz dediniz tərcümə olunmuş. Olunmamış tərcümə. Bütünlüklə milləti satmışlar. O tərcümə edənlər, o yazanlar, o düşüncə gətirənlər. Çünki onlar bir dənə kanser, bir dənə sərətan sellulu kimi bizim içimizdə olmuşlar. Hər kəs ki, Azərbaycanda İrançılıq eləyibdir. İrançılıq düşüncəsini həm farsları bətbəxtliyə çəkib görürsünüz. Bunu herhalde dönək doçarxa. Bu doçarxadır. Sonra diyor biz de değil doçarxa, sonra 5 nesil sonra 10 nesil sonra da birisi tapılır diye şey. Çünkü de o iş bitmiş yani. Yani o ilgah olmuş, o tecavüz olmuş. Da 6 nesilden sonra bu hayvanlarla birbirine benzerler. Hamı da deyib, normalı budur. Normalı bu değil. Bizim vəzifəmiz. En azından bir düşünürün vəzifəsi budur ki, o təşxis verəbilsin. Yoksa o düşünür de təşxis verə bilməsə ki, bu mal heyvan ki burada gəzir, bunun 5 nəsli öncə buna təcavüz olunub ki, bunun rəhləri birazı aldı, birazı gəlir. Yani bunun genetikini bilməlidir. Biz düşüncənin genetikini bilirik. Biz kələmələrin genetikini bilirik. Ki, hardan gəlir. Və nə cür olubdur. Doçarxa tərcümə filan deyil. Doçarxa 2 dənə çarx. Ki, nədən tərcümədir? Bisikletdən. Bicycle. Çox gözəl. Və ya aynısıdır. O gəlir, o onun beynini işgal edibdir. O Türkün. O da gətirib mənə deyib ki, bu doçarxadır. Halbuki bizdə bizim normal əvam millətimiz, o ki 5 savat ona deyirik, axmaq deyirik biz. O düzün deyibdir. O deyib yelatıdır. Düzün o normal, orijinal, organik millətimiz deyibdir. Diyorlar buna yel vururlar. bu təyyarın yeli var. Bu da bir at. Çünki bunun beynində bir adamı bir yerdən bir yerə minirsən, gedirsən. Minikdir da, öz istəyirəm. Minekdir da. Bu atla gedər də. Fil ilə getməz ki, bizim bölgədə fil yoxdur. Atla gedər. Ona görə bu yel atı. O atıdır, bu da yel atı. Ona deyib yel atı. Sonra o doçarxa buna qələbə eləyibdir. O doçarxa bir heyvan kimindir. O doçarxa bir varlıq, dirilik kimindir. Gəlir, o da bir, o yel atı da bir heyvan kimindir. O onu boğur, öldürür. Doğru. 2 nəsil, 3 nəsildən sonra o doçarxa vermir. Mənə bir dənə doçarx istəyəm. Doçarxa satdım. Ondan sonra indi gəlirsən biraz batıya tərəf Türklərə, Türkiyə. O da aynı şey. Aynı şeydə o xəstəlik də ona olmuş. Bisiklet. Ay kardeş, senin dilinde du yok mu? İçi yok mu? Dönerge yok mu? Ne bileyim dönmek yok mu? Çömmek yoktu. Ne bileyim yuvarlak. Yani buradan bir şey düzeltti daha. Niye? Çünkü o düşmanın gücü var. Düşman ürünü düzeltmiş. Ürünü getirmiş. Adını da koymuş. Bu məhsul özü öyle ottu. Ondan sonra sen gel bunu tercüme et. Senin doğru gücün olsa sen o bisiklet o kapıdan girmeden önce ben bunu bir çok büyük ustadımdan öğrenmişim. Adını demeyeceğim. O dedi ki bir mərzi var, məmləkəti var. Oraya bir kələm istəyir girə, gərək qapısı ola bu məmləkətin, mərzi ola. Salam aleyküm, qapını çalar, deyər, salam aleyküm, deyər, nə üçün, sən nəsən? Mən bisikletəm. İndi bisikletin elə ürünün özü də var, adı da var ki, buna yapışır. Adı var. O gələr, deyər ki, salam aleyküm, deyər, burada dur, biraz, sən vizyon yoxdur ki, bir dəqiqə dur, adın nədir filan, orada yazar. Ona deyək ki, sən bu qapıdan bu yana geçsən, adın olar yelatı, adın olar, məsələn, içi döngə. Mən bilmirəm ki. Yəni, Oğuz bəy, bizim Təbrizdə minibus, yəni mən Təbrizə gələndə uşaq idim da, orada gördüm ki, bu bir cür, indi burada iskubaslar var, ha? O cür bu minibuslar var idi, milləti daşırdılar o yüzden, xətti vahid indi deyirlər. O zaman qapdı, qaçdı deyildilər. Təbrizdə qapdı, qaçdı deyildilər. Məsələn, bilmirəm, bu zaman xətti vahid oldu, özüm yadıma gəlmir. Türkiye'de de güzel şey oluşladırlar, dolmuş, doldurursan. Çok güzeldi yani. Her halde bu doğru sözdü. Yani təəssüfənə o mən dedim də, yəni iki cürə bu baxıram mən buna. Bir bu ki qudrət bilgisi ilə zorlu və güclünün bölgəsində qalmaq ya işğalçının kölgəsində qalmaq, bu yenə də zor güc müadiləsidir. Bölgə deyil, onu yox eləsin.
Hadi o ayrı. O yani o bəhs əslən kollən məhv eləməkdir. Bir də var ki, alverdi, təbii. Ver təbiidir. O bizdə yoxdur. Hə, o təbii olan ki, indi bizdə bəlkə də tapılar. Məsələn, axtarsa xətmən tapılar. Dedim, məsələn, fəlsəfə sözləri. Ha, var. Hə, məntiq sözləri. Onlar məsələn biz bunların bir çoxu ya məsələn döktürlük sözləri. Orada açıq döktürə dava dərmana bağlıdır. Bəzi otalağın adı, bəzi heyvanların adı. Məsələn filin adı nə bilim, məsələn bizdə yoxdur da, ayrı yerdən gəlmədi, təbiidir. Yəni gəlib gedibdir. Ya məsələn bəzi şeylər indi məsələn bizdə alverdi deyirlər ki, xəridi furuş ya məsələn nə bilim bunlar məsələn bunlar bu zordur. O güc. Hər halda bu Onu mən deyim ki, o qapını çalır, ona viza verir. Ondan sonra o dilcə o kəlmə girir o mərzin içinə, o yerin içinə. Ondan sonra gətirir onu bu okullarına qoyur. 20 ildən sonra uşaqlar böyüyürlər, ona deyirlər, məsələn, derin dondurucu. Dondurucu deyirlər. Yaxçal demirlər. bəli. Qapın olmasa, mərzin olmasa, devlətin olmasa, dil qurumun olmasa, elə belə hozu elə beləsinə girər sənin məmləkətivə və sənin beynivə və dilvə deyərsən yaxçal. Yaxçal. Ona görədir ki, biz bətərdən və bətərdən siyasi və nizami əgəmənliyə inanırıq. Çünki dil də bunun bir qaymağı kimin üstə durar, o kültürün üstündə durar. Bu oradan. Bunların hamısı ona görə idi ki, biz dedik ki, xoşbaxt kəlməsi türkçə deyil, biz onu anlaya bilmərik. Çünki bir bəxtidən danışır, xoşdan danışır, bəddən danışır. Öbürü də səadətdən, səadidən. O şeir də mənim yadıma düşdü. Deyir ki, sənin gözəlliyin ey gül bütün məlahətdir, yəni duzluluqdur. Məlahət duzdur. Düzdür. Düzdür. Demir bu gözəlliyi, ha, xəstəliyə bax bu tərəfin beynində. İşgal olunmuş beyni. Deyir, bu hüsn səndə ikən ən böyük saadətdir. Demək ki, o zamana can ki, sən belə gözəlsən, bu hüsn səndə ikən ən böyük saadət. Sən xoşbaxtsan. Niyə? Çünki o oğlan sənə bir şey alacaq, o biri sənə üzüvə güləcək. Çirkin adamın, yaşlı adamın üzünə gülməzlər ki. Ona görə deyir, sənin gözəlliyin ey gül, bütün məlahətdir. Bu hüsn səndə ikən ən böyük saadətdir. Demək ki, bu gözəllik bir saadətdir. Niyə? Çünki sənə o bu gülümsəyir, xiyabanda məsələn bir dənə qız gedir, gözəl bir qız, görkəmli, hüsnlü, ona erkek də elədir yəni. Əlbəttə Oğuz bəy, bu bizim kültürümüzdə çox dərindir. Məsələn bizim bir familimiz var, çox yaxşılıydı. Yəni Allah evdəki pişiyi də gözəl eləsin. Yəni o maye səadətdir da, yəni siz ona baxırsınız, bir ləzzət aparırsınız. O həm özün ola bilir. İslamın yalvacı Muhammeddən də rivayət var, yəni hədis var ki, deyir ki, gözəlin üzünə baxmaq belə savabdır, deyir. İbadətdir, doğrudur. Bizim bəxtimizdə nə qədər var? Buyurun. Bəxtimizdən var, yoxsa? Yox, indi bəli də, var, hələ vaxtımız var da. Tamam. Biraz güldük, biraz danışdıq. Biraz mən o ilk bölümdə mənə görə biraz o anlam kökəninə baxaraq mutluluq nedir ona biraz baxdıq. Ki əslində bizdə elə bir ki bir dənə suyu bulandırıbsan, heç bəlli deyil o suyun dibi necədir. Bir tərəfdə ərəbcə, saadət, bir tərəfdə xoşbəxtlikdir. Biz bilmirik ki, xoşbəxtlik nədir. Amma mutluluğu biraz bilirik nədir. Çünki onun için o su bulandırıcı təmizləyəsən, təsviyə eləyəsən, sonra görəsən ki, bizim millətdə, bizdə mutluluq nədir? Birinci biz fəlsəfi baxanda, istəsəniz, hətta zamanımız olmasa sonra bunu gələn həftə danışaq, ya bazar günü. Ancaq, çünki bir də biraz şəxsi danışdıq ki, mən birisini tanıyıram, belə oldu, sən də birisini tanıyırsan, belə oldu. İstəsəniz də çox fəlsəfi bəhsinə girişməyək. Mesela, çünki biz birinci olaraq əski qırıntılardan, yazılardan, qalıntılardan, Ərəstudan biz bilirik. Birinci olaraq buna işarə olunubdur. Ki, mutluluq nedir? Əlbəttə, birinci idea ki, Ərəstu bunu atır ortaya, bu mənim, çünki mən bilmirdim nəyə danışacaq, ona görə bunlar yadıma gəlibdir. O da budur ki, mən sizdən icazə istəyirəm ki, bunun burasını da deyəm.
ki sonra qalacaq da bu danışıqlar. Şeydə İngilizcədə əziz yoldaşlar bir dənə happening var. Happening. Yəni bir şey olur. İttifaq düşür. To happen. İngilizcədə hər kəs ki, maşallah hamı İngilizcə məndən yaxşı bilir. To happen. Onun köküdür. Happening. Bir şey ittifaq düşür. Bir dənə də happiness vardır. Ki aynı kökdən gəlir. Yəni adam xoşbəxtlik. Yəni mutluluq. Are you happy? Sen sevinçli misin? Mutlu musun? He is happy. What is happiness? Xoşbəxtlik nədir? Normal İngilizcəsi budur. Mən niyə o happening-i ərz elədim xidmətimizə? Çünki fəlsəfi olaraq bizə ehtiyacımız var, görək ki, bu nə demək? Ki, Ərəstu da buraya işarə edir. Bir də İngilizcədə contentment vardır. Çox gözəl bir sözdür. Content, biraz öncə Sayın İnsaf Əlibay işarə elədiyi, o rahatlıq, o məmnunluq, o vəziyyətdən razilikdir. Mən də ona biraz dedim ki, adam bir mühitində olan çevrəsi və ittifaqlar ki, ətrafında tutuşur, ona müvafiqdir. Əyyami müvafiq. Bəzi şeylər də var. Bəs elə də o həmən contentmentidir. Mən məcburam bu iki dənəni deyəm bu İngilizcədə. Biri contentment, yəni bir sürə uzun şeyi var, uzantısı var. Yəni sən uzun sürə rahatsan, müstərihsən, sən şeysən, yəni birdən ay sevindim, sonra çünki birdən sevinmə, o happiness, o happening kimindir? Birdən ittifaq düşür. Birdən mən bir şey deyirəm, siz gülürsünüz. Birdən bir şey olur ki, birdən mən deyirəm ki, birdən siz məsələn $2000 qazandınız bu saniyə. Siz atılırsınız, düşürsünüz. Bu televizyonlarda batıda, həttəndəki doğuda da böyle şeylər, müsabiqələr göstərirlər. Böyle adamlara öyrədərlər ki, məsələn, bir dənə belə bir şey dolandıracaq. O sənin şansuva gələni, sən atılıb düşəcəksən bətərdən falan. Yalandan gülməklər, yalandan atılmaqlar bunlar. Onlara happiness deyilir. What is happiness? Mutluluk nedir? Aslında mənə görə happiness mutluluk değildir. Yani mutluluğun anlamı happiness değil mənə görə. Ərəstu da öyle düşünür. Mən də Ərəstu kimi düşünürəm. Ərəstu mənim kimi düşünmür. Və ki, bu contentmentdir. Yani bu uzun süre rahatlıqdır, memnunluqdur. Mesela siz uzun süre zəhmət çəkib bir ağac, bir toxum ekmişsiniz. Bir ağac oradan törəmiş. Onun meyveleri var orada, yarpaqları, ağaç böyle kölgə salır, oturursun orada. Siz o ağaca baxanda, onun kölgəsində oturanda siz contentsiniz İngilizcədə. Razisiniz o vəziyyətdən. Rahatlıqdır yoxsa razılıqdır? Həm razilikdir, həm mutluluqdur. O çeşit mutluluğa işarə edirik Ərəstunun düşüncəsində. Ki, happiness deyil. Happiness budur ki, siz mənə telefon eləyəsiniz, deyəsiniz ki, mən gəlirəm sizi görməyə. Oğuz bəy. Mən də deyəm, çox sevindim. Durum məsələ bir şey düzəldim mi, çay, yemək filan. Yoldaşım gəlir, sevindim. O, əgər diagram göstərsək, sizin raziliyin, sizin beyninizdəki, sizin bədəninizdəki hormonlar ki var, serotonindir, nə bilim, şeydir, indi desəm yanlış deyə bilirəm, amma serotonin onların biridir. Ondan sonra o birdən payk eləyibdir, birdən qalxır yuxarıya. Birdən sizə gəlir filmdəkilər kimin, ərz elədim o müsabiqədəkilər kimin ki göstərərlər, biri bir şey qazandı. Məsələn filan şeyi vurdu. Ya gedirsiniz kazinoya, qumarxanaya, məsələn bir tas atırsınız, birdən məsələn $1000 qazanırsınız. O saniyə happiness'dir o. Yani bir şey ittifak düşmüş. It's happening. Ben bunu İngilizce mecburum diyeyim. Çünkü doğrudan güzel numunedir. Ərəstu'nun dediğine ben benim düşüncem. Happiness veya contentment. Mesela bir şey happening mi olmuş? Bir şey ittifak mı düşmüş? Bir şey olur siz. Aslında onun diagramı bu cür qalxır üstə, sonra mütləq gələcək aşağıya. Mütləq o aradan gedəcək birazdan sonra. O sizə adiləşəcək birazdan sonra. Və sizə kədər, hüzün ve dertleriniz yavaş yavaş yadınıza düşecekti. Ancak çünkü insan öyledir. O karanlık misali ki insan həmişə sadece dertlerdir. Bazen bir sevinir. Mesela acam, ayakçı bir yemek yaptım. Mesela getdim yemek yiyem. Mesela restoran sahibi bir tane de içecek bedava verdi. Mütabıdım siz buraya çok gelirsiniz.
Buyurun bir tane de size Pepsi Cola verdik. Ah sevinirsiniz. Bu çeşit sevinmek mutluluk değildir. Demək istəyirəm. Bunu arındırmalıyıq, kənara qoymalıyıq. Bu his mutluluk değildir. Biz mutluluğu felsefi olarak danışacağıq. Felsefi olarak mutluluk bu değildir. Ki biz birden sevinirsiniz. Aa ben size bir şey dedim. Aa bu benim kimin düşündü? Bu mutluluk. Mutluluk odur ki biraz sürsün. Sürecli yaxşı hiss eləməyə mutluluk deyirik felsefi olarak. Mesela siz misal getirdim, çok güzel misal idi. O da ağacın kölgesinde oturursunuz. Siz ona 10 yıl zaman koymuşsunuz. Ya uşağınızı, ben istemedim uşağınıza diyeyim. Birinin uşağı yoktu, birinin uşağı salih. Uşaq deyili. O ona hoşuna gelmez. Ancak bir ağaç əkibsiniz, onun kölgesinde meyvesini yersiniz, qonağınız da gəlir. Bak, bunları ben əkmişəm. Oturursunuz. Ona deyirlər contentment, ona deyirlər mutluluk. O gerçek mutluluk odur. Bəs bunları ayırmalıyıq. Gündelik atılıp düşmekten, gülmekten, sevinmekten, sevinçli olmaktan. O xoşbəxtlik değil. Ama ben sizi gördüm, çok xoşbəxt oldum. Yanlıştır. Falan şey yedim, çok xoşbəxt. Çok xoşbəxt. Bir hediye aldım, çok xoşbəxt oldum. Değil. O mutluluk değil. O xoşbəxtlik değil. Xoşbəxtlik süreci olan bir mes. Biraz uzun süren bir hissidir. Burada dayanın. Çok güzel. Teşekkür ederim. Çok sevindim ki 2 ay aradan sonra gene de görüşdük. Ciddi bir bəhs idi. Mən bəhslərin içində cənabınız işarə elədiniz şeyə, aydın, elit və aydın. Yeah. Bu iki dananı biz bəhs eləməliyik xətmən. Çünki məncə aydın elitlə fərqlidir. Mən bunları fərqli görürəm. Aydın elitlerin biridir de. Aydın olabilir kasıb olsun. Olabilir ki qarayaha olsun. Olabilir aşağı təbəqədən olsun. Amma elitdə güc və varlıq məsələsi var. Onun Türkçesini bulandan sonra danışarım inşallah. O istəyirəm ki, bu məsələn mümkündür ki bizlər aydın hesab olaq, amma elit hesab olmuyor. Mümkündür həm aydın həm elit hesab olaq. Elit çünkü onun Türkçesini bulacağıq. Hətmən. Danışacağıq. Ancaq indi mutluluğu yaxşı başladıq. Yani kökən anlamından. Biraz başka şeylerle meşgul olduk. Sonunda ben Aristo'nun ilk işarələdiyi mutluluk barəsində ona biraz izahat getirdim ki ne demek ki bilək ki mutluluk deyəndə nedir, neden danışacağıq ve eğer saadet olsa bizde, mutluluk olsa sizin saadetinizde, sizin saadetli huzurunuzda ya bu bazar ya yani her vaxtımız olanda vaxtımız olsa yenə davam edər. Bəlkə 1-2 cələsə mən fikir eləyirəm. Mutluluk nedir? Benim de zamanım olar biraz okuduqlarımı önceden biraz təzəliyim. Çünkü təzəliyim yok idi. Ancaq gene de yaxşı danışdıq bunları. Ben de sevdim. Her halde çok sağ olun. Teşekkür ederim. Koyalım ki mutluluk nedir? Bir qoyaq ki o ikisi də sonra. Bəli, onlar gələcəklərdə doğru. Çox təşəkkür. Düşünün neçinci program olur? 15 olur ha? Onu yazanda bakarsınız. Mənə görə 16 olur. Tamam. Oldu. Sağ olun, görüşərik. Hələlik. Allah saxlasın, sağ olasın.